Salam uşaqlar. Bir düşünün görək bugün biz nə edirik? Bəli, bugün trigonometriyadan yoxlama yazı işi yazırıq. 2 səhifə, 61 dənə düstur. Amma 61 dənə ayrı-ayrı düstur kimi düşünməyin. Düşünün ki, məsələn, əsas anlayış düsturları 6 dənə hamısı bir-birinə bağlıdır. Toplama düsturları 8 dənə hamısı bir-birinə bağlıdır. İkiqat düsturlar 4-5 dənə hamısı bir-birinə bağlıdır. Belə-belə, məsələn, dərəcə azaltma düsturları ikisini bilən, digər ikisini də bilir və s. və s. Bunların bir qismini asan olduğu üçün taktik cavabını yaza biləcəyik. Bir qisminin üzərində çox düşünəcəyik. Bir qismini tapa bilməyib qaralamada yazıb çizib pozacaq. Sonra doğru cavabları tapacaq və bu yoxlama yazı işini bitirəcəyik. O zaman yazmağa başlayaq. Başlayaq əsas anlayış düsturlarından. Əsas anlayış düsturları çox sadədir. Bir düzbucaqlı üçbucaq çəkməklə zaten hamısını çözə bilirik. Məsələn, bir dənə düzbucaqlı üçbucaq çəkək. Burada bir dənə bir alfa bucağı qeyd edək. Qarşı katet A, bitişik katet B, hipotenuz C olsun. İndi biz sinus kvadrat alfa topla kosinus kvadrat alfanı tapmağa çalışırıq. İndi burada sinusun, kosinusun, tangensin və kotangensin nə olduğunu bildiyinizi varsayıram. Amma yenə də yazaq. Sinus alfa qarşı kateti hipotenuza bölmək. Kosinus alfa bitişik kateti hipotenuza bölməkdir. Tangens alfa qarşı kateti bitişik katetə bölməkdir. Kotangens alfa isə bitişik kateti qarşı katetə bölməkdir. İndi sinus kvadrat topla kosinus kvadrat alfanı tapmaq istəyirəmsə, baxaq sinus alfa nə idi? Sinus alfa A böl C idi. O zaman sinus kvadrat A kvadrat böl C kvadrat. Kosinus kvadrat alfa nədir? Baxaq buradan. B kvadrat böl C kvadrat. Biz buradan ortaq məxrəc çıxartsaq, C kvadratda A kvadrat toplansın B kvadrata. İndi Pifagor teoremi bilirikmi? Pifagor teoreminə görə A kvadrat topla B kvadrat bərabər C kvadrat olmalıdır. O zaman bu da bərabər olur. A kvadrat topla B kvadratın yerine C kvadrat yazırıq. C kvadrat böl C kvadrat bərabərdir 1. Yəni uzun sözün qısası sinus kvadrat alfa toplansın kosinus kvadrat alfa bərabərdir 1-ə. İndi tangens alfa nəyə bərabərdir? Tangens alfa buradan görürük. A böl B-yə bərabərdir. Buradan bu şəkildə A böl B yazmayacaq təbii ki. Ki tangens alfanı sinus və kosinusdan ifadə etmək lazımdır. Amma əvvəl bir A böl B yazım. Amma nəticədə A böl B yazmayacağım. İndi bu kəsirin hər tərəfini C-yə böl. A böl C, bir də B böl C. Surəti də C-yə böldüm, məxrəci C-yə böldüm. A böl C nə idi? Sinus alfa idi. Sinus alfa. B böl C nə idi? Kosinus alfa idi. Yəni tangens alfa nəyə bərabər oldu? Sinus alfa böl kosinus alfa. İndi eyni məntiqlə bura B böl C yazıb, B böl A yazıb, kotangens alfa B böl A yazıb. Hər tərəfi C-yə bölsək, eyni məntiqlə kosinus alfa böl sinus alfa alarıq. Baxıram ki, tangens alfa ilə kotangens alfa tərs ədədlərdir. O zaman bunların hasili 1 olmalıdır. 1 üstəgəl tangens kvadrat alfa nəyə bərabərdir? Bunu qaralamada yazaq. 1 üstəgəl tangens kvadrat alfa nəyə bərabərdir? Sağ tərəfdə düstur itirməyək. Aha. 1, bu 1. Üstəgəl tangens kvadrat alfa. Az öncə nə öyrəndik? Öyrəndik ki, tangens demək sinus böl kosinus deməkdir. O zaman sinus kvadrat alfa böl kosinus kvadrat alfa yazıram. Bərabər kosinus kvadrat alfanı da ortaq məxrəcdə yazıram. Adi və onluq kəsirlər bilirsiniz. Kosinus kvadrat alfa toplansın sinus kvadrat alfa olur surətdə. Sinus kvadratla kosinus kvadrat 1 elədiyi üçün, yəni əsas anlayış düsturu az öncə yazdıq. Baxsağa görürsən, sinus kvadrat topla kosinus kvadrat 1 edir. Surət oldu 1, məxrəc oldu kosinus kvadrat alfa.
O zaman qısaca bura nə yaza bilərik? Demək 1 üstəgəl tangens kvadrat alfa nəyə bərabərdir? 1 böl kosinus kvadratı alfaya. Eyni məntiqlə 1 üstəgəl kotangens kvadrat alfanı da hesablaya bilərəm. Onda yazsam ki 1 üstəgəl kotangens az öncə öyrəndik. Nə deməkdir? Kotangens kosinusu sinusa bölmək deməkdir. O zaman yazıram kosinus kvadrat alfa böl sinus kvadrat alfa. Yenə adi və onluq kəsirlər bilirsən. Yəni kəsirləri toplamağı bilirik, ortaq məxrəc tapmağı bilirik. O zaman məxrəcə sinus kvadrat alfa yazsam, surət nə olur? Sinus kvadrat alfa toplansın kosinus kvadrat alfa. Sinus kvadrat alfa topla kosinus kvadrat alfa da 1 olduğundan o zaman bura nə yazacaq? 1 üstəgəl kotangens kvadrat alfa bərabər olacaq 1 bölünsün sinus kvadratı alfa. O zaman buradan bu üçbucaqları da silək. Və nə eləmiş olduq? Əsas anlayış düsturlarını yazmış olduq. İndi keçirik nəyə? Toplama düsturları. Əvvəlcə toplama düsturlarının sinus kosinus olan hissələrini həll edək. Birincisi sinusu almaq üçün bir dənə üçbucaq çəkəcəm. Elə burada çəkəcəm. Bura yerləşərmi? Yerləşər. Bir dənə üçbucaq çəkirəm. Diqqətlə baxırıq. Bir üçbucaq çəkdim. Bu üçbucağa bir dənə hündürlük çəkirik. Çəkdik. Bu hündürlüyün yuxarıdakı ayrılıq hissələrə alfa və beta deyirik. Ki, bundan əvvəl sizə bir dənə bir xatırlatma edeyim. Üçbucaqda sahə tapılmasının bir xatırlatmasını edeyim. Biz üçbucaqlarda belə bir sahə düsturu bilirdik. Əgər iki dənə tərəf və arasındakı bucaq verilmiş olarsa, həmin üçbucağın sahəsi 2də 1 AB sinus alfa şəklində tapılır. Bu düsturdan az sonra istifadə edəcəyik. İndi təzədən gidirik sağa. Həmin bu hissəyə. İndi baxın. Bu tərəf A, bu tərəf B. Bu ayrılan tərəflər x-dən y olsun. Hündürlükdə h olsun. İndi uşaqlar. Soldakı üçbucağın sahəsi S1, sağdakı üçbucağın sahəsi də S2 olsun. İndi ümumiyyətlə üçbucağın, yəni ümumi üçbucağın sahəsi də S olsun. Ümumi üçbucağın sahəsi necə tapılacaq? Bəli, düz deyirsiniz. 2də 1 AB sinus alfa topla beta şəklində tapılacaq. Yəni A tərəfi, B tərəfi, aradakı bucaq da alfa topla beta. İndi bu S1 ilə S2-nin cəmi olmazmı? Olar. Yəni 2də 1 AH sinus alfa topla 2də 1 BH sinus alfa. Bəli. İndi 2də 1-ləri hər tərəfdən silərəm. Yəni hər tərəfi 2-yə vuraram mənasında düşünək. 2də 1-lər hop silindi. Sonra sinus alfa nəyə bərabər? Sinus alfa dedim, çaşdım. Sinus alfa topla beta nəyə bərabər olar? Demək, sağdakı ifadəni AB-yə bölməyə. İndi düşün, birinci ifadəni AB-yə bölsən nə alırsan? A-lar ixtisar gedir. H böl B sinus alfa alırsan. Topla. Sağdakı ifadəni AB-yə bölsən nə alırsan? B-lər ixtisar gedir. H böl A sinus alfa alırsan. Burada ikinci tərəfi yanlış yazdıq. Az öncə sinus beta yazmalıydıq. BH sinus beta yazmalıydıq. Onu da bir dənə tez düzəldək getsin. İndi baxırıq ki, solda sinus alfa topla beta bərabər nəyə? H böl B-nin bir mənası olmalıdır. Trigonometrik bir mənası olmalıdır. Nə olacaq? Baxıram. Diqqətlə mavi rənglə də yazaq. Biraz gözə çarpsın. H böl B beta bucağının bitişik katetinin hipotenusuna bölünməsidir. Deməli, beta H böl B bizə nə ifadə edir? H böl B kosinus betanı ifadə edir. Vur. Sinus alfa da öz yerində. Vur sinus alfa. Toplansın. H böl A bizə nə ifadə edir? H böl A da alfa bucağının kosinusunu ifadə edir. O zaman H böl A-nın yerinə də kosinus alfa yazırıq. Sinus beta da öz yerində. Vur sinus beta. Və nəticədə sinus alfa topla betanı nə almış olduq?
Sinus alfa kosinus beta o şəkildə oxuyacağam. Vuruqların yerini dəyişəcəm. Sinus alfa kosinus beta üstə gəlinsin kosinus alfa sinus beta. O zaman az öncəki qaydalara görə sinus alfa topla beta nəyə bərabər olacaq? Sinus alfa kosinus beta üstə gəlinsin kosinus alfa sinus beta. İndi sinus alfa çıx betanı tapmaq istəyiriksə, bu düstur üzərində mini bir dəyişikliklər edəcək. Yəni alfa çıxılsın betanı mən alfa toplansın mənfi beta kimi nəzərdə tutacağam. Çünki toplamaq üçün düstur bilirəm. O düsturdan istifadə edərək alfa topla mənfi betanı hesablayacağam. Yəni nə edəcəm? Az öncə aldığımız düsturda betaların əvəzinə mənfi beta yazacağam. Yenə solda qaralamada bir mini xatırlatma eləyək. Sinus, kosinus, tangens, kotangens funksiyalarından yalnızca kosinus funksiyası cüt funksiyadır. Yəni nə deməkdir? Kosinus mənfi x, kosinus x edir. Yəni kosinus cüt funksiya olduğu üçün mənfi işarəsi itə bilir. Amma sinus mənfi x olsa, mənfi çıxır ifadənin önünə, yəni mənfi sinus x olur. Tangenslə kotangensdə də eyni qayda keçərli olur. Mənfini ifadənin önünə çıxardırıq. Mənfi tangens x alfa yazdım. Kotangens mənfi x-də də eyni qayda mənfi kotangens x olur. Amma kosinusda kosinus mənfi x bərabər kosinus x-dir. O zaman geri dönüş eləyək. Gələk bura. O zaman mən buradakı betaların yerinə mənfi beta yazsam əgər. Mənfi beta yazsam. Birinci mənfi beta elə müsbət beta olacaq. Yəni çünki kosinus mənfi beta elə kosinus beta deməkdir. Bax yenə deyirəm. Betaların yerinə mənfi beta yazılmış kimi düşünək. O zaman sinus alfa kosinus beta, yəni kosinusun içərisində mənfi beta, müsbət beta yazmağımız fərq eləmir. Amma ikinci betanın yerinə mənfi beta yazanda o sinusun içərisində olduğu üçün mənfi ifadənin önünə çıxacaq. Nə olacaq? Kosinus alfa sinus beta. Amma önündə çıxma ilə. İndi kosinus alfa topla betanı alaq. Kosinus alfa topla betanı almaq üçün bir çevirmə düsturundan istifadə eləməliyəm. O biraz uzun olacaq deyə keçək qaralamamıza. İndi baxın. Kosinus alfa topla beta. Burada belə bir çevirmə düsturu istifadə edəcəm. Deməli, mən az öncə sinus üçün bir qayda tapdım. Düzdürmü? Sinus alfa topla betanı ya da sinus alfa çıx betanı bildik. O zaman fikirləşirəm ki, burada sinusa necə keçid eləmək olar? Çevirmə düsturu ilə 90 çıx şəklində yazmaqla kosinusdan sinusa keçə bilərik. Yəni, mən kosinus əvəzinə adı dəyişib sinus yazsam, kosinus əvəzinə adı dəyişib sinus yazsam. Mötərizədə də yazaram ki, 90 dərəcə çıxılsın, alfa toplansın beta. Demək, alfa topla beta yerinə 90 çıx alfa topla beta yazsam, kosinus da dəyişib, kosinus adını dəyişib sinus olacaq. 1-2 çevirmə düsturunda 90 dərəcə plus minus yazılanda ad dəyişir. İşarəsi dəyişmir. Çünki 90-dan bir şey çıxanda birinci rübə denk gəlir. Bunu da bərabər sinus 90 dərəcə çıx alfa çıx beta şəklində yazıram. Əla, yazdım. İndi bunun davamında 90 çıx alfaya bir başqa bir alfa, ki indi alfa deməyək, bir x deyək. Betaya da başqa bir bucaq kimi baxıram. O da bir y olsun. Yəni ki, az öncə öyrəndiyimiz sinus alfa çıx beta düsturu var idi ha. Ondan istifadə edəcəyik. O düstur necə idi? Sinus alfa kosinus beta çıxılsın, biraz sərbəst yazdım. Kosinus alfa sinus beta. Bu düsturu sərgiyə salaq. Elə düşünün ki, yuxarıdakı bu düsturda alfa yerinə aşağıda yazmışıq 90 çıx alfa, beta yerinə isə beta. Amma alfa yerində 90 çıx alfa yazılıb. İndi düstur nə idi? Sinus alfa kosinus beta, yəni sinus alfa, yəni sinus 90 dərəcə çıx alfa kosinus beta çıxılsın kosinus alfa sinus beta. Yəni kosinus 90 dərəcə çıx alfa
sinus beta. Bu da bərabərdir. 90 çıxılanda yenə ad dəyişir. Sinus olur kosinus. Kosinus alfa, kosinus beta çıxılsın. Sinus alfa, sinus beta. Demək kosinus alfa topla beta nəyə bərabər oldu? Kosinus alfa, kosinus beta çıxılsın. Sinus alfa, sinus beta. Deməli kosinus alfa çıx beta nəyə bərabər? Alfa topla beta. Alfa topla beta yazmışdım. Bir baxaq. Bəli, alfa topla beta. Kosinus alfa topla beta nəyə bərabər oldu? Kosinus alfa, kosinus beta çıxılsın. Sinus alfa, sinus beta. Eyni qayda ilə betaların yerinə mənfi beta yazıb kosinus alfa çıx betanı yazmaq istəsək, ilk betanın mənfisindən bir şey olmaz, amma ikinci betanın mənfisi öndəki işarəni dəyişəcək. Demək, betaların yerinə mənfi beta yazanda düstur necə olacaq? Kosinus alfa, kosinus beta üstə gəlinsin. Sinus alfa, sinus beta olmuş olacaq. Bu da kosinusun çıxması. İndi keçək tangenslərin toplama düsturlarına. Bir tangens alfa topla betanı tapmaqla digərlərini də çözə bilərik. İndi tangens alfa topla beta ilk əsas anlayış düsturlarına əsasən sinus alfa topla beta bölünsün kosinus alfa topla betadır. O zaman bu düsturların ikisini də az öncə öyrəndiklərimizdən yazaq. İfadə bu şəkildə olsun. İndi biz bu ifadənin, yəni sinusun alfa topla beta düsturunun surətdə kosinusun alfa topla beta düsturunun məxrəcini yazdıq. İndi biz bu ifadənin, yəni bu kəsrin surətini və məxrəcini kosinus alfa, kosinus beta ifadəsinə bölək. Kosinus alfa, kosinus beta ifadəsinə bölək. Nəticədə nə almış olacaq? Sinus alfa, kosinus beta bölünsün. Kosinus alfa, kosinus beta topla. Kosinus alfa, sinus beta bölünsün. Kosinus alfa, kosinus beta. Məxrəcdə də eyni qaydada kosinus alfa, kosinus betalara bölürük. İndi bu ifadədə biraz sadələşdirmələr aparaq. Məsəl üçün, ilk kəsirdə kosinus betaları ixtisar aparaq. İkinci kəsirdə kosinus alfaları ixtisar aparaq. Üçüncü kəsirdə kosinus alfaları ixtisar aparaq. Dördüncü kəsirdə orada nələr ixtisar getsin? Orada heç nə ixtisar getmir. O zaman surətdə nə almış oluruq? Sinus alfa böl kosinus alfa. Yəni tangens alfa topla. Sinus beta böl kosinus beta. Yəni tangens beta. Məxrəcdə nə alırıq? Kosinus beta böl kosinus beta. Kosinus betalar da ixtisar edilmiş. Yəni 1 çıxılsın. Sinus alfa böl kosinus alfa. Yəni tangens alfa. Vurulsun. Sinus beta böl kosinus beta. Yəni tangens beta. Yəni ki, tangens alfa topla beta nəyə bərabər imiş? Tangens alfa, tangens beta bölünsün 1 çıx tangens alfa, tangens beta. O zaman həmin düsturu bura köçürdək. Bu şəkildə yazaq. İndi tangens alfa beta, tangens alfa çıx betanı tapmaq istəyirəmsə, o zaman burada nə edəcəm? Yenə betaların yerinə mənfi beta yazacağam. O zaman mənfilər önə çıxsa, işarələr dəyişəcək. Yəni tangens beta, tangens alfa çıx tangens beta bölünsün 1 üstə gəl tangens alfa, tangens beta. Kotangens alfa topla beta düsturunu tapmaq istəyirəmsə, tangens alfa topla beta düsturunu tərs çevirməliyəm. Yəni aldığımız bu düsturu, ən sonda aldığımız bu düsturu tərs çevirəcəm. Yəni kotangens alfa topla beta bərabər olmalıdır 1 çıx tangens alfa, tangens beta bölünsün tangens alfa topla tangens beta. İndi buradakı tangens alfaların, tangens betaların əvəzinə başqa bir şey yazmalıyam. Nə? Demək, ilk əsas anlayış düsturlarında biz nə öyrəndik? Öyrəndik ki, tangens alfa ilə kotangens alfanın hasili 1-dir. O zaman buradan belə bir nəticəyə gələ bilərik ki, tangens alfa bərabərdir 1 bölünsün kotangens alfa. Demək, tangens alfaların yerinə 1 böl kotangens alfa, tangens betaların yerinə 1 böl kotangens beta yaza bilərəm. O zaman həmin qaydanı gələk burada tətbiq edək. O zaman nə almış olacaq? Alacaq ki, bu ifadə bərabərdir
1 çıxılsın. Demək, tangens alfa və tangens betanın əvəzinə 1 bölü kotangens alfa, kotangens beta yazsaq bu şəkildə. Kotangens alfa vur kotangens beta. Bölünsün yenə tangens alfanın əvəzinə 1 bölünsün kotangens alfa yazıram. Topla tangens betanın əvəzinə 1 bölünsün kotangens beta yazırıq. Surət üçün ortaq məxrəc çıxarsaq, ortaq məxrəc olacaq nə? Kotangens alfa, kotangens beta. Surətdə olacaq kotangens alfa, kotangens beta çıx 1. Adi bildiyimiz kəsir. Ortaq məxrəc tapmaq. Məxrəcdəki kəsirlərə də ortaq məxrəc tapsaq, kotangens alfa, kotangens beta. Surətdə kotangens beta topla kotangens alfa. Məxrəclər ixtisar getsə nə qalmış olacaq? Kotangens alfa, kotangens beta çıx 1 bölünsün kotangens beta toplansın kotangens alfa. O zaman geri dönürük. Kotangensin düsturunu yazırıq. Nə olur? Kotangens alfa, kotangens beta çıx 1 bölünsün kotangens beta toplansın kotangens alfa. Və bu düsturu həmişə yazanda kotangens beta toplansın kotangens alfa şəklində yazın. Sonra yenə betaların yerine mənfi beta qoyanda nə olacaq? Surətdə əslində mənfi betanın mənfisi önə çıxar. Məxrəcdə də mənfi betanın mənfisi önə çıxar. O zaman biz o mənfini hər iki tərəfdən mənfi ya da yazaq. Bunu yazaq. Demək, betaların yerine mənfi beta yazsaq nə baş verər? Onu yoxlayaq. Yəni kotangens alfa çıx betanı tapmaq məqsədim var da hal-hazırda. Kotangens alfa çıx betanı tapmaq istəyirəm. O zaman deyirəm mənfilərin betaların yerine mənfi beta yazın. İndi yuxarıdakı betaların yerine mənfi beta yazsaq nə olur? O mənfi çıxır önə. Çünki kotangens tək funksiyadır. Mənfi kotangens alfa, kotangens beta çıx 1 bölünsün yenə mənfi kotangens beta toplansın kotangens alfa. Sonra burada necə bir şey edəcəm? Kəsrin hər tərəfini mənfi 1-ə böləcəm ya da mənfi 1-ə vuracam deyim. Yəni işarələri dəyişdirəcəm surət və məxrəcdə. Onda surət nə olacaq? Kotangens alfa, kotangens beta üstə gəl 1. Yəni mənfi 1 ortaq çıxardıb ixtisar apardım da deyə bilərəm. Məxrəcdə də kotangens beta çıx kotangens alfa olacaq. Deməli neymiş? Kotangens alfa çıx betanın düsturu nə oldu? Bu işarələrin dəyişməsi oldu əslində. Yəni neymiş? Kotangens alfa, kotangens beta topla 1 bölünsün kotangens beta çıx kotangens alfa olacaq. Bu hissəni çox diqqətlə əzbərləyin. Çox vaxt uşaqların bu düstur yadlarından çıxır. Keçək 2 qatlara. 2 qat arqument düsturlar da çox sadədir. Niyə çox sadədir? Çünki əvvəlki öyrəndiyimiz toplama düsturlarında, məsələn, sinus 2 alfanı tapmaq istəyirəmsə, betanın yerinə də alfa yazırsan, olur 2 alfa. Ya da kosinus 2 alfanı tapacaqsansa, betanın yerinə də alfa yaz olsun 2 alfa. Demək, sinusun düsturu nə idi? Sinus, bax indi burada şifahidə bax bunu. Sinus alfa, kosinus beta, topla kosinus alfa, sinus beta. Betaların da yerinə alfa yazırmışam kimi düşünün. Alfa yazsaq nə olur? Sinus alfa, kosinus alfa. Burada alfa yazsan, yenə sinus alfa, kosinus alfa. Yəni 2 dənə sinus alfa, kosinus alfa alınmış olur. O zaman sinus 2 alfanın düsturu nə oldu? 2 sinus alfa, kosinus alfa. Vəssalam. Sonra indi kosinus alfaya baxaq. Kosinus alfa düsturuna baxaq. Kosinusun toplama düsturu. Betanın yerinə alfa yazsam nə olur? Kosinus alfa, kosinus alfa. Yəni kosinus kvadrat alfa. Sinus alfa, sinus alfa. Yəni sinus kvadrat alfa. Demək, kosinus 2 alfanın düsturu. Birini ortada yazaq, 2 dənə də alınma düsturu yazsam. Düsturu nə oldu? Kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. İndi əsas anlayış düsturunu xatırlayaq. Bax, buradan çalışmalarda çox işlənən bir nəticə çıxardırıq. Nədir o nəticə? Sinus kvadrat alfa bərabərdir 1 çıxılsın kosinus kvadrat alfa. Adi bildiyimiz toplanan cəm. Məchul toplananı tapmaq üçün məlum toplananı cəmdən məlum toplananı çıxıram. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxıram. Ya da buradan belə bir nəticə alırsan ki, kosinus kvadrat alfa bərabərdir 1 çıxılsın sinus kvadrat alfa.
Tamam, onda o qaydaları tətbiq eləyək. Məsəl üçün, kənarda yazım, sonra ora köçəcəm. Məsələn, kosinus kvadrat alfa əvəzinə 1 çıxılsın sinus kvadrat alfa yaz. Nə baş verəcək? 1 çıx sinus kvadrat alfa, sonra yenə çıx sinus kvadrat alfa. Nə olmuş olacaq? 1 çıxılsın 2 sinus kvadrat alfa. Ya da ki, götür sinus kvadrat alfa əvəzinə 1 çıxılsın kosinus kvadrat alfa yaz. Yəni nə yazmış olacaq? Kosinus kvadrat alfa çıxılsın mötərizdə 1 çıxılsın kosinus kvadrat alfa. Sinus kvadrat alfa əvəzinə 1 çıx kosinus kvadrat alfa yazdım. Mötərizə qarşısında mənfi işarəsi var. O zaman işarələr dəyişsin. Kosinus kvadrat alfa çıx 1, topla kosinus kvadrat alfa. O da nə eləyəcək? 2 dənə kosinus kvadrat alfa çıxılsın 1. Demək, buradan kosinus 2 alfanın 3 dənə düsturunu çıxarda bilərik. Sonra isə tangens 2 alfanın düsturuna gedək. Yenə tangensin toplama düsturunda betaların yerinə alfa yazsam nə olacaq? Surətdə 2 dənə tangens alfa olmuş olacaq. 2 tangens alfa. Məxrəcdə 1 çıx tangens kvadrat alfa olmuş olacaq. Demək, tangens 2 alfanın düsturu nədir? 2 tangens alfa bölünsün 1 çıxılsın tangens kvadrat alfa. Ki, bu məsələlərdə bəzi yerlərdə bax, kəsir xəttini verib ipucu da vermiş olur bizə. Kotangens 2 alfanın düsturu eyni kotangensin toplama düsturuna baxın. Kotangens alfa kotangens beta idi. Demək, nə olacaq? Kotangens kvadrat alfa çıx 1. Məxrəcdə isə 2 dənə kotangens alfa olmuş olacaq. Kotangens kvadrat alfa çıx 1 böl 2 kotangens alfa. Davam eləyək. İndi dərəcə azaltma düsturlarına baxaq. Aha, bu sürüşdü. Dərəcə azaltma düsturları nədir? Yəni, bu hardan alınacaq? Qaydırıq kosinusun 2 qat düsturuna. Kosinusun 2 qat düsturunda qırmızı rənglə yazaq bunu. Bu düstura fikir verək. Bax, bu düstur. Bu düsturda sinus kvadrat alfanı tapaq. Mənfi 2 sinus kvadrat alfanı ver sola. Olsun 2 sinus kvadrat alfa. Soldakı kosinus kvadrat alfanı gətir sağa. 1 çıxılsın kosinus 2 alfa. Buradan da sinus kvadrat alfa nəyə bərabərdir? 1 çıxılsın kosinus 2 alfa bölünsün 2. Demək, sinus kvadrat alfa nəyə bərabər olmuş oldu? 1 çıx kosinus 2 alfa bölü 2. Buna sinusun dərəcə aşağı salma düsturu deyilir. Dərəcə azaltma düsturu deyilir. Yəni, sinus kvadrat alfa nəyə bərabərdir? 1 çıxılsın kosinus 2 alfa bölünsün 2. Ya da həmin düsturun bir digərinə baxaq. Bax, bu düstura diqqətlə baxırıq. Bu düsturda kosinus kvadrat alfanı tapaq. Bu da hansıdır? Mənfi 1 göndər sola, olsun topla 1. Demək, nəymiş? 2 kosinus kvadratı alfa nəyə bərabər olar? 1 üstə gəlinsin kosinus 2 alfaya. Buradan da kosinus kvadrat alfa nəyə bərabər olmuş olur? 1 üstə gəlinsin kosinus 2 alfanın 2-yə bölünmüşü. Bu da kosinus kvadrat alfanın dərəcə aşağı salma düsturudur. O da nə olur? Demək, kosinus kvadrat alfanın dərəcə aşağı salma düsturu 1 üstə gəlinsin kosinus 2 alfa bölünsün 2. İkisinə bir yerdə baxaq. 1 çıx kosinus 2 alfa bölü 2, 1 üstə kosinus 2 alfa bölü 2. İndi bunları biz bir-birinə bölsək, sinusu kosinusa bölsək, tangens kvadrat alfa alınmırmı? Alınır. O zaman bu iki kəsiri bir-birinə böləndə məxrəcdəki ikilər ixtisar getsə, kosinus kvadrat alfa olur 1 çıxılsın kosinus 2 alfa bölünsün 1 üstə gəlinsin kosinus 2 alfa. Kotangens kvadrat da kotangens kvadrat tangens kvadratının tərsi olacağından 1 üstə gəlinsin kosinus 2 alfa bölünsün 1 çıxılsın kosinus 2 alfa olacaq. İndi burada son aldığımız bu düsturdan, yəni tangens kvadrat alfa bərabərdir 1 çıx kosinus 2 alfa bölünsün 1 üstə kosinus 2 alfa. Bu düsturdan yola çıxaraq növbəti hesablayacağımız hissələrdə bir düstur tapacağam. Amma baxıram ki, o düstur digər səhifədədir. Tangens alfa ilə ifadə etmək hissəsindədir. O düsturu yazaq. Nə qədər ki, bu düstur ayaqlımızdadır, yazaq o düsturu. Deməli, nə aldıq az öncə? Demək, buradan belə bir xətt çəkək. Demək, biz az öncə nə aldıq? Aldıq ki, tangens kvadratı alfa
bərabərdir 1 çıxılsın kosinus 2 alfa bölünsün 1 üstəgəlinsin kosinus 2 alfa. İndi az sonra yazacağımız ifadə çox qarışıq görsənməsin deyə burada bir mini əvəzləmə eləyəcəm. Tangens kvadrat alfa dediyimiz şeyə bir x deyək. Kosinus 2 alfa dediyimiz şeyə də bir y deyək. Ya da x, y çaşdırmasın sizi. Çox x'lər oldu yuxarıda ya da solda. A ilə B deyək. Ya da A ilə B də deməyək. Nə deyək? Hərf qalmadı. MN deyək. Nəsə, M ilə N deyək. Yox, fikrimi dəyişirəm. X-dən Y deyəcəm. M ilə N də bir-birinə çox oxşuyur. X-dən Y deyəcəm. X bərabərdir 1 çıxılsın Y bölünsün 1 üstəgəlinsin Y oldu. Düzdürmü? Belə bir əvəzləmə apardıq. İndi X-i Y ilə ifadə etmişəm. Y-i X-dən ifadə etməyə çalışım. Çarpaz vur bu tənasübü. X toplansın X, Y bərabərdir 1 çıxılsın Y. Y ver sola. Soldakı X-i apar sağa. Nə alınır? X, Y toplansın Y bərabərdir 1 çıxılsın X. Y-i ortaq çıxart. Çıxartdım. 1 üstəgəl X mötərizdə qaldı mı? Qaldı. Sağdakı 1 çıx X-i 1 üstəgəl X-ə böl. İndi Y-i biz X-dən ifadə edəndə nə almış olduq? Y bərabər 1 çıx X bölünsün 1 plus X. O zaman həmin o əvəzləmələrdə yerinə yaz. Y nə idi? Kosinus 2 alfa. Demək, kosinus 2 alfa nəyə bərabər oldu? Ki, elə solda görürük o kosinus 2 alfanı. Onda gedək sola. Elə orada yazaq bir dəfəlik. Kosinus 2 alfa, yəni o Y kosinus 2 alfa idi. Bərabər oldu nəyə? 1 çıx X. X nə idi? Tangens kvadrat alfa. Yəni 1 çıxılsın tangens kvadrat alfa bölünsün 1 üstəgəlinsin tangens kvadrat alfa. Deməli, kosinus 2 alfanın əslində 3 dənə yox, az öncə 3 dənə düstur almışdıq. Əslində 3 dənə yox, 4 dənə düsturunu tapmış olduq. İlk 3 düstur bu. Burada da əlavə yazdıqlarımızı təmizləyək. Demək, kosinus 2 alfanın 3 dənə düsturu bu. Bu üçü. 4-cü düsturu isə tangens alfa ilə ifadə olunmuş bu düsturdur. İndi geriyə dönək qaldığımız yerə. Dərəcə azaltma düsturlarında qaldıq. Sonra isə sinus və kosinus 2 alfa ilə ifadə etməyə gəlib çıxacaq. İndi tangens alfanı sinus 2 alfa və kosinus 2 alfa ilə ifadə etmək istəyirəm. Burada istifadə edəcəyim əsas düstur sinus 2 alfanın düsturu olacaq. Sinus 2 alfanın aşağıda bir yerdə yazmışdıq. 2 sinus alfa kosinus alfa bu düstur olacaq. İndi birini yazmağa çalışaq. Qarlamada yazsaq daha yaxşı olar. Gedək qarlamaya. Məqsədimiz nədir? Tangens alfanı sinus və kosinus 2 alfalarla ifadə etmək. Yeni bir səhifə açaq. İndi tangens alfa nə deməkdir? İlkin anlayışlarda tangens alfanın nə demək olduğunu bildik. Sinus alfa böl kosinus alfa. İndi biz sinus 2 alfanın düsturunu yaratmaq istəyirik. Məsəl üçün, sinus 2 alfanın düsturu 2 sinus alfa kosinus alfa düzdür. Məsələn, mən bir yerdə bir sinus alfa görsəm, deyərəm ki, o düsturu yaratmaq üçün məndə nə çatmır? 2 və kosinus alfa çatmır. Demək, sinus alfanı tək gördüyüm yerlərdə onun yanına tez bir dənə 2, bir dənə kosinus alfa yazacağam, hop, o düstur alınacaq. Ya da məsəl üçün kosinus alfa gördüyüm bu hissə var. Məsələn, orada məxrəcdə yaratmaq istəsəm o düsturu. Deyərəm ki, kosinus alfanın yanında bir dənə 2 sinus alfa çatmır. 2 sinus alfa yazaram. 2 sinus alfa kosinus alfa həmin düstur alınır. İndi məxrəci durduq yerdə nəyəsə vura bilmərik axı. Əgər məxrəci vuruqsa, surətlə həmin şeyə vura bilərik. İndi gəlin bu düsturu birinci yaratmağa çalışaq harda? Məxrəcdə yaratmağa çalışaq birinci. Məxrəcdə yaratmağa çalışırıqsa, demək, surət və məxrəcin hər ikisini nəyə vurmaq lazımdır? İndi bax, məxrəcdə sinus 2 alfanın düsturu yaransın istəyirsən. O zaman məxrəci 2 sinus alfaya vurursan. 2 sinus alfa kosinus alfa. Bax, kosinus alfa məxrəcdə var idi, ha. Məxrəci 2 sinus alfaya vurdum. Onda surəti də 2 sinus alfaya vuracaqsan. Surəti də 2 sinus alfaya vuranda, yəni sinus alfanı 2 sinus alfaya vuranda 2 sinus kvadrat alfa. İndi məxrəcdə nə alınmış oldu? Məxrəcdə nə aldığını gördün.
Sinus 2 alfa alındı. Və surətdə nə alındı? Bax, surətdə alınan şeyə diqqətlə baxın. 2 sinus kvadrat alfa. Onun nə olduğunu az öncəki dərəcə azaltma üsullarından biləcəyik. Burada nə görürük? Görürük ki, sinus kvadrat alfa bərabərdir 1 çıx kosinus 2 alfa bölü 2-yə. Bu 2-ni çarpaz sol tərəfə vursaq nə olacaq? 2 sinus kvadrat alfa nəyə bərabər olacaq? 1 çıxılsın kosinus 2 alfaya. Ya da məsələn kosinus kvadrat üçün də istifadə edəcəyik onu. Bunu da çarpaz vursaq 2 kosinus kvadrat alfa nəyə bərabər olacaq? 1 üstəgəl kosinus 2 alfaya. Bax, bunu diqqətlə yadda saxlayan az sonra istifadə edəcəyik. İndi qayıdaq yenidən qaralamaya. Orada gördük ki, surətdə nə alındı? 2 sinus kvadrat alfa. Demək, 2 sinus kvadrat alfanın əvəzinə az öncə dərəcə aşağı salma üsulundan gördük. Nə yazacaq? 1 çıxılsın kosinus 2 alfa. Deməli, bax, tangens alfa, bax, fikir ver. Tangens alfa nəyə bərabər oldu? 1 çıx kosinus 2 alfa böl sinus 2 alfaya bərabər oldu. İndi biz burada nə etdik? Məxrəcdə 2 qat düstur əmələ gətirməyə çalışdıq. Düstur oldu bu şəkildə. İndi məxrəcdə yox, bəlkə surətdə əmələ gətirməyə çalışacaqdıq. O zaman bunu bildik. Bunu yaddaşıyacaq. Az sonra sağ tərəfə köçürəcəyik. Bu düsturu yadda saxlayaq. İndi biz bunu məxrəcdə yox, surətdə yaratmağa çalışaq 2 qat düsturu. Surətdə 2 qat düsturu yaratmağa çalışsam, baxıram ki, surətdə sinus alfa var, 2 kosinus alfa çatmır. İndi surətdə yazdım 2 sinus alfa, kosinus alfa. Demək, surəti nəyə vurdum? 2 kosinus alfaya vurdum. Onda məxrəcdə 2 kosinus alfaya vur. Məxrəcdə oldu 2 kosinus kvadrat alfa. Surət nə olacaq burada? Surət oldu sinus 2 alfa. Məxrəcdə də o zaman 2 kosinus kvadrat alfa yerinə az öncə öyrəndiyimiz 1 üstə gəlsin kosinus 2 alfanı yazsaq. Vəssalam. Bir də düstur belə ola bilər. Yəni, tangens alfanı 2 cür şəkildə sinus 2 alfa və kosinus 2 alfa ilə ifadə etmək olar. Hansı 2 cür şəkildə? Yəni, belə 1 çıxılsın kosinus 2 alfa böl sinus 2 alfa və yaxud sinus 2 alfa bölünsün 1 çıxılsın kosinus 2 alfa. Bu şəkildə 2 dənə fərqli üsulunu ifadə etmək olar. Aydın məsələdir ki, kotangens də tangensin tərsidir. Onda kotangensdə də belə ola bilər ki, ya sinus 2 alfa bölünsün 1 çıxılsın kosinus 2 alfa və yaxud 1 çıxılsın yox, 1 üstə gəlsin olacaqdır burada. Az öncə öyrəndik. Baxın, sol aşağıya baxın, 1 üstə gəlmişəm. Ya da 1 üstə gəlsin kosinus 2 alfa bərabər olacaq, bölünəcək sinus 2 alfaya. Bunu yaddan çıxartmayın, az öncə yanlış yazdım. Demək, sinus 2 alfa bölünsün 1 üstə gəl kosinus 2 alfa. Ya da o kəsirlərin tərsləri. İndi keçək digər düsturlara. İndi cəmdən hasilə keçmək düsturları var. Bir də hasildən cəmə keçmək düsturları var. İndi mən ilk öncə hasildən cəmə keçmək düsturunu almaq istəyirəm. Niyə? Çünki bu ilkin anlayış düsturlarının alına biləcək bir şeydir. Niyəsini az sonra görəcəyik. İndi bu düsturları bir dənə ekranda bir böyüdürəm. Bir baxaq, diqqətlə yadda saxlayaq. Və indi gedək qaralamaya. Hasildən cəmə keçmək düsturlarını göstərək. Biz indi ən başlarda nə öyrənmişdik? Öyrənmişdik ki, sinus alfa topla beta və sinus alfa çıx betanın düsturları belədir. İndi biz bu düsturları alt-alta toplasaq, nə almış olarıq? Alt-alta toplasaq, buralar gedəcək. Sağda nə alınacaq? Sağda alınan şeyi sola yazaq ki, hasili əldə eləmiş olaq axırda. 2 sinus alfa, yəni 2 dənə sinus alfa kosinus beta. Bu da nəyə bərabərdir? Sinus alfa toplansın beta, topla sinus alfa çıxılsın beta. Və hər tərəfi də 2-yə bölsək, nə almış olacaq? Sinus alfa vurulsun kosinus beta bərabər olacaq. 2-də 1 sinus alfa topla beta, topla sinus alfa çıx betaya. Yəni ki, yazaq o düsturu tapaq. Burada o düstur haradadır? Bəli, bu düstur burada sonuncu yazılıb. Deməli, sinus alfa kosinus beta, yəni sinus alfa vur kosinus beta
bərabər olacaq nəyə? 2-də 1 mötərizədə sinus alfa toplansın beta toplansın sinus alfa çıxılsın beta. İndi düşünürük ki, kosinus alfa, kosinus beta ya da sinus alfa, sinus beta düsturlarını hardan alarıq? Bu düsturları isə kosinusların toplama ya da çıxma düsturlarını alt-alta toplamaqla ya da alt-alta çıxmaqla ala bilərik. Bu hissəni qaralamada uzatmadan belə deyəcəm ki, bunu şifahi görə biləcəksiniz. Əgər biz bunları alt-alta toplasaq, bunlar gedir. Düzdürmü? Sinuslar gedir. Qalır kosinuslu hissələr. Kosinus alfa, kosinus beta və neçə dənə? 2 dənə. Və bunların da toplanması alınır. O zaman həmin o 2 dənə dediyim 2 vuru bölmə alaraq bu biri tərəfə keçirsək, düstur necə olmuş olacaq? 2-də 1 kosinus alfa topla betanın, alfa çıx betanın toplanması. Yəni həmin düsturu burada yazsaq, kosinus alfa vur kosinus beta nəyə bərabər olacaq? 2-də 1 mötərizədə kosinus alfa topla beta toplansın, kosinus alfa çıxılsın beta. Bəs sinus alfa, sinus betanı necə alarıq? Yəni həmin düstura baxacaq. Həmin bu iki düstura baxacaq. Bu dəfə bu iki düsturu bir-birindən çıxmalı olacaq. Yuxarıdan aşağını çıxsaq, burada mənfi olacaq deyə bizə sərf eləməyəcək. Ona görə də aşağıdan yuxarını çıxarıq. Müsbət sinus alfa topla betadan mənfi sinus alfa topla betadan çıxsaq, mənfilər müsbət olacaq. 2 dənə sinus alfa, sinus beta olacaq. Bunlar zaten gedəcək bir-birindən çıxıldığı üçün və mənfidən də müsbətə çıxmış olacaq. Və 2 vuru sol tərəfə 2 böl kimi, yəni böl 2 kimi yazsaq, o zaman bu düsturu da necə almış olacaq ki, bu dediklərimi bir qaralamada özünüz də bir düşünüb yazmağa çalışın. 2-də 1 kosinus alfa çıxılsın beta çıxılsın kosinus alfa toplansın beta şəklində bir düstur alacaq və hasildən cəmi keçmək düsturları da belə olacaq. İndi diqqətlə baxaq. Elə bu düsturların yanında bir balaca əvəzləmələrdən danışacağam. İndi fikir verək. Bax, bu düsturda bu alfa çıx betaya bir x deyək. Alfa çıx betaya məsələn bir dənə bir x deyək. Alfa toplansın betada bir dənə y olsun. İndi biz buradan bir tənliklər sistemi kimi bir şey eləsək, yəni də bu ifadələri alt-alta toplasaq demək istəyirəm. 2 dənə alfa bərabər x topla y olurmu? Bəli, olur. Bəs o zaman buradan alfa nəyə bərabər olur? X toplansın y bölünsün 2-yə. İndi bunları alt-alta toplasaq 2 alfanı aldıq. Bəs alt-alta çıxsaydıq nəyə alardıq? Və aşağıdan da yuxarı çıxsaq. İndi alfa topla betaya bir x deyərdim kaş. Onda daha sərgəli alınacaq düsturlar. Gəlin eləyək alfa topla betaya x deyək. O zaman alfa çıx betaya da bir y deyək. Alt-alta toplayıb alt-alta toplayanda yəni alt-alta toplayanda alfa x topla y bölü 2 olmuş olur. İndi bunları alt-alta çıxsaq, alt-alta çıxsaq 2 betanı almış olarıq. 2 betada x çıx y-ə bərabər olmuş olar. O zaman buradan da beta nəyə bərabər olacaq? X çıxılsın y bölü 2-yə. Demək, alfa topla beta əgər x olsa, bax, yaşlı rənglərə fikir verin buradan. Alfa topla betaya x dedim. Alfa çıx betaya y dedim. O zaman alfa bərabər oldu x topla y bölü 2. Beta bərabər oldu x çıx y bölü 2. Yəni alfa topla beta gördüyüm yerlərə x, çıxma gördüyüm yerlərə y, alfa gördüyüm yerlərə topla böl yarı, beta gördüyüm yerlərə çıx böl yarı deyim. Niyə elə bir şey dedim? Məsələn, burada indi bunların bir kənar köşəsində yazım, sonra bunları siləcəm. Alfa gördüyüm yerə nə dedim? X topla y bölü 2. Beta gördüyüm yerə nə deyəcəm? X çıx y bölü 2.
Alfa çıx beta gördüyüm yerə nə deyəcəm? Y. Alfa topla beta gördüyüm yerə nə deyəcəm? X. Və nəticədə nə almış oldum? Kosinus y-dən kosinus x-i çıxanda kosinus y-dən kosinus x-i çıxanda bərabər olur. İçində çarpaz vururuq. 2 vurulsun sinus toplama vurulsun sinus çıxma. Orada da kosinus y çıx, kosinus x yox, kosinus x çıx, kosinus y eləsəydik, onda qarşıdakı da mənfi də o bir tərəfə keçsəydi, mənfi 2 sinus toplama, topla, sinus çıxma bölü 2 olacaqdı. İndi bu dediyim əvəzləmələri, bir dəqiqə, bu dediyim əvəzləmələri bu biri tənlikdə də yerinə yazsaq, bu biri bərabərlikdə də və bu biri bərabərlikdə də yerinə yazsaq, cəmdən hasilə keçmə üsulları alacaq. İndi onların hamısını dənə-dənə yazmaq istəmirəm. Artıq yəni istiqaməti verdim, siz sözünüz yaza biləcəksiniz. Və sonra da x-lərin, y-lərin yerinə, məsələn, x-in yerinə alfa, y-in yerinə beta yazarıq və o zaman bu düsturları almış varıq. Və bu düsturlar da ki, diqqətlə yazıb baxsız görəcəksiniz, belə olacaq. 2, bunu qırmızı ilə yazaq. Bu düsturlar da olacaq 2 sinus alfa toplansın beta bölü 2 kosinus alfa çıxılsın beta bölü 2. Sinus alfa çıx, sinus beta düsturları da. İndi məsələn bunu almışsınızsa ki bu düsturu bir dənə ipucu verim hardan alacaq? Sinus alfa topla sinus beta yazılıb burada, düzdür? Bunu hardan alarıq? Baxarıq burada sinus topla sinus olan hansıdır? Bax məsələn görürsən, bax sinus topla sinus buranın içərisində var. Onda bu yuxarıda yazdığımız bax bu əvəzləmələri bu düsturda yazsaq yerinə hansı düstur alacaq? Bax bu birinci düstur alacaq. Cəmdən hasilə keçsin birinci düsturuna. Aydındır? Məsələn orada baxırıq sinus çıx sinus ya da kosinus topla kosinus harda var? O şəkildə əvəzləmələri aparıb bu düsturları alırıq. Amma indi burada sinus alfa çıx sinus beta isə necə olacaq? Yenə betanın yerinə mənfi beta yazmaqla olacaq. Betanın yerinə mənfi beta yazsam, mənfi çıxır qabağa, bu alınır. O zaman betanın yerinə mənfi beta yazaq. 2 sinus alfa çıx beta bölü 2 kosinus betanın yerinə mənfi beta yaz. Alfa topla beta bölü 2 olmuş olacaq. Kosinus alfa topla kosinus betanın düsturu 2 kosinus alfa toplansın beta bölünsün 2 kosinus alfa çıxılsın beta bölünsün 2 olur. Kosinus alfa çıx kosinus beta isə mənfi 2 az öncə demişdim. Sinus alfa topla beta bölü 2 yenə sinus alfa çıx beta bölü 2. Bu düsturları yadda saxlamaq taktiklərində məsəl üçün minik ipucular nə ola bilər? Sinus kosinus olur. Məsəl üçün sinusların toplama çıxmasında hər addan olur. Amma kosinusların toplama çıxmasında eyni adlar olur. Məsələn, kosinusun toplamasında ancaq kosinus, kosinusun çıxmasında isə ancaq sinus olur. Sonra məsələn, belə yad saxlaya bilərsən ki, həmişə alfa topla beta daha qabaq gəlir, amma sinusun çıxmasında alfa çıx beta bir dənə önə keçə bilir. Sonra nə yadda saxlaya bilərik? Məsələn, bir dənə yadda saxlayaq ki, kosinusun çıxmasında qabaqda mənfi olur, qalanların hamısının qabağında müsbət 2. Belə. Bir çox yol istifadə edərək bu düsturları yadda saxlaya bilərsiniz. İndi gələk tangensin hasildən cəmə keçidi. Tangensi düşünürəm ki, cəmdən hasilə keçirmək çox asan olacaq. Niyə? Çünki adi 2 dənə kəsirin toplanmasını tətbiq edəcəm. Tangens alfa deyəndə nə başa düşürəm? Başa düşürəm ki, sinus alfanı kosinus alfaya bölmək lazımdır. Topla. Tangens beta deyəndə nə başa düşürəm? Başa düşürəm ki, sinus betanı kosinus betaya bölmək lazımdır. Sonra deyirəm ki, bu kəsirləri ortaq məxrəc tapım. Ortaq məxrəc nə olsun? Sinus alfa, kosinus beta. Sonra baxıram ki, burada məxrəcdə kosinus var. Nə yoxdur? Sinus yoxdur. O zaman surətə sinus yazmaq lazım. Yox, kosinus alfa var. Nə yoxdur? Kosinus beta yoxdur. Ortaq məxrəc kosinus alfa, kosinus beta idi axı. Onda bunda tamamlayıcı vurğa kosinus beta yazacağam. Eyni zamanda burada kosinus beta var, kosinus alfa yoxdur. Tamamlayıcı vurğa kosinus alfa yazacağam. Onda surətə bax nə olmuş olur? Surət olur sinus alfa böyük yazaq.
Sinus alfa kosinus beta toplansın kosinus alfa sinus beta olmuş olur. Surətə diqqətlə baxsaq orada bir şey görürük. Sinus alfa kosinus beta toplansın kosinus alfa sinus beta nəyinsə düsturudur. Nəyin düsturudur? Videonun əvvəlində izah etdiyimiz sinus alfa topla betanın düsturudur. Sinus alfa kosinus beta toplansın kosinus alfa sinus beta. Burada artıqları da silək. Demək nə yazacaq orada o zaman? İndi o zaman burada bu yazdıqlarımızı silək. Yəni bax surətdəki ifadənin əvəzinə sinus alfa topla beta yazacağam. O zaman nə olmuş olacaq? Deməli tangens alfa tangens beta bərabər olacaq. Məxrəcdə kosinus alfa kosinus beta, surətdə isə sinus alfa toplansın beta. İndi yenə betaların yerinə mənfi beta yazanda nə almış olacaq? Sinus alfa çıxılsın beta bölünsün kosinus alfa kosinus beta. Sonra keçək kotangensə. Kotangensdə də eyni məntiqlə hərəkət eləsək nə olacaq? İndi bax bunu hazır kosinus böl sinus kimi düşünün. Bunu da kosinus bölünsün sinus kimi düşünün. Bunun alfaları, bunun da betalarını yazaq. Ortaq məxrəc nə oldu? Sinus alfa, sinus alfa, sinus beta. Sinus alfa, sinus beta oldu ortaq məxrəc. Surətləri tamamlasaq, kosinus alfa, burada sinus beta var. Kosinus alfa, sinus beta. Burada sinus beta var, sinus alfa yoxdur. Burada yazıq sinus alfa. Surət nə oldu? Kosinus alfa, sinus beta topla sinus alfa, kosinus beta. Surət yenə sinus alfa topla beta oldu. Surət oldu sinus alfa topla beta. Deməli, o zaman kotangensin bəs tangensindən fərqi nə oldu? Kotangensdə məxrəclər sinus olmuş oldu. Sinus alfa, sinus beta. Ən sondakına diqqətlə baxsaq, eyni qayda ilə eləsək, yəni betaların yerinə mənfi beta yazmış olsaq, nə olacaq? Beta yəni mənfi beta yazmış olsaq belə olur. Burada çıxma olur, təbii. Sinus alfa çıxılsın beta olmuş olur. Məxrəcdə beta yəni mənfi beta yazanda, mənfi önə gəlir, mənfi sinus alfa, sinus beta yazılır. Amma mənfilərlə özümüzü çaşdırmamaq üçün belə bir şey eləyə bilərik. Məxrəcdəki mənfini görürsən, o mənfini sil. Surətdəki alfa çıx beta yerinə yaz ki, beta çıx alfa. Düstur bu şəkildə öyrən. Sinus beta çıx alfa bölünsün sinus alfa, sinus beta. Və bununla baxırıq ki, artıq yoxlama yazı işi vərəqinin ilk səhifəsini tamamlamışıq. Burada artıqları silək. Artıq silək. Yoxlama yazı vərəqinin ilk səhifəsi bitib. İndi qaldı ikinci səhifə. İkinci səhifədə bir hissəni doldurmuşuq. İkinci səhifədə köməkçi arqumentdən və təst trigonometriyadan danışsam, ondan qabaq bir dənə bunu bitirək. Demək, tangens alfanı ifadə etmək. Kosinus 2 alfanı ifadə etdik, bir də sinusu ifadə etmək lazımdır. Çox asan bir taktikdən istifadə edəcəyik burada. Deməli, sinus 2 alfanın düsturunu yazaq. 2 sinus alfa, kosinus alfa. İndi biz tangensin ifadə etmək istəyirik deyə, gərək tangens əldə etmək üçün gərək sinusun məxrəcində bir kosinus olsun. O zaman sinusun məxrəcində bir kosinus yaradaq. Yazaq ki, 2 sinus alfa, məsələn, bir kəsir xətti çəkək. Sinus alfanı bölək kosinus alfaya. Əgər bir ifadəni nəyəsə böldümsə, əvəzində həmin şeyi də vurmalıyam. Bir dənə də kosinus alfa əlimizdə varsa, o zaman bura kosinus kvadrat alfa yazaq. Baxın, çaşdırıcı bir şey yoxdur. Kosinus kvadratla kosinusu ixtisar aparsan, yenidən təkcə kosinus qalmış olur da. Yəni, bu ifadəni kosinusa böldüm və vurdum. Bir dənə kosinus var idi, bir də vurduğum kosinus oldu kosinus kvadrat. İndi niyə belə bir şey elədik? Təbii ki, tangensi almaq üçün. İndi nə edirik burada? 2 sinus alfa. Bura birincisi tangens alfa deyəcəm. 2 tangens alfa deyəcəm. İndi deyəcəksən ki, burada niyə bəs kəsir xəttdir? Bəs kosinus kvadrat nə oldu? Kosinus kvadratı surətdən döndərdim, atdım məxrəcə. Və məxrəcə 1 bölünsün kosinus kvadrat alfa kimi getsək. Ki, kəsirlərin bölünməsi qaydasını bilirsiniz deyə təxmin edirəm. 2 tangens alfa böl 1 böl kosinus kvadrat alfa. Nə edirik? Yenə əsas anlayış düsturlarına baxırıq. Əsas anlayış düsturlarında 1 böl kosinus kvadrat alfanın
1 üstəgəl tangens kvadrat alfa olduğunu görmüşdük. O zaman məxrəcdəki 1 üstəgəl kosinus kvadrat alfa əvəzinə nə yazacaq? 1 üstəgəl tangens kvadrat alfa. Və bu da 2 tangens alfa. Yəni 2 tangens alfa bölünsün 1 üstəgəlinsin tangens kvadrat alfa olacaq. İndi burada diqqətli olmalı olduğumuz bir məqam var. Diqqətli olmalı olduğumuz məqam nədir? Tangens alfa çıx beta düsturuna baxırıq. Ya da daha doğrusu tangens 2 alfa düsturuna baxırıq. Tangens 2 alfa düsturunda nə görürük? 2 tangens alfa bölünsün 1 çıx tangens kvadrat alfa. Bəs sinus 2 alfa düsturunda nə görürük? 2 tangens alfa bölünsün 1 üstəgəl tangens kvadrat alfa. Bu düsturları qəti şəkildə qarışdırmırıq. Məxrəcə toplama varsa sinus 2 alfanındır. Əgər məxrəcə çıxma varsa tangens 2 alfanın düsturudur. Belə. Tangenslə ifadə etmək də bu qədər. İndi burada görürük ki, növbəti yazdığımız hissədə A sinus x topla B kosinus x ifadəsindən söhbət gedir. İndi A kosinus x topla B kosinus x ifadəsində çox dərinlərə getmək üçün gərək köməkçi arqument nə deməkdir ondan danışaq. Amma köməkçi arqument haqqında isbat videolardan birində danışmışam. İsbat videoları serisindəki bir videoda danışmışam. Ona görə aşağıda açıqlamada o hissəni qoyacam. O videoya gedib köməkçi arqumentin nə olduğuna baxıb sonra bura qayıda bilərik. Amma köməkçi arqumenti, yəni isbatını bilmədən də çox sadə bir taktiklə buradakı ifadələr tək ada keçirdə bilərik. Amma yenə məsləhətdir ki, gedib köməkçi arqumentin nə olduğuna o videoda baxaq. İndi burada əsas məsələ nədir? İndi səbəbsiz şəkildə deyəcəm artıq bunu. Yəni səbəbi digər videoda. A kvadrat toplansın B kvadrat ifadəsini tapmaq lazımdır ilk öncə. Yəni sinusun əmsalı ilə kosinusun əmsalının kvadratları cəminin kökünü tapmaq lazımdır. Və ifadəni həmin ədədə həm vurub, həm də bölmək lazımdır. Və o şəkildə vurub bölməklə biz dərsin ən əvvəlində keçdiyimiz, yəni videonun ən əvvəlində gördüyümüz bu düsturları əldə edəcəyik. Ya sinusunu, ya kosinusunu. Məsələn, ilk sinus x topla kosinus x-i görürəm. Sinusun əmsalı 1, kosinusun da əmsalı 1-dir. O zaman bunlar üçün kök altda a kvadrat topla b kvadrat, yəni kök altda 1-in kvadratı topla 1-in kvadratı bərabərdir kök altında 2. Onda biz bu ifadəni kök altda 2-yə vurub kök altda 2-yə bölsək, kök altda 2 vur mötərizədə 1 böl kök altda 2 sinus x topla 1 böl kök altda 2 kosinus x almış oluruq. İndi düşünək. O düsturu necə əldə etdik? Necə əldə edəcəyik? Birinci kök altda 2-yə vurdum, kök altda 2-yə böldüm. Yəni bax burada bir qarşılıqlıq yoxdur. Yəni məsələn sən geri dönüş elə, kök altda 2-ni buna vur, topla, sonra kök altda 2-ni buna vur. Mötərizələri vurub atsan təzədən sinus x topla kosinus x almış olarsan. Yəni buradakı qaydamız budur ki, kök altda 2 vururuq və bölürük. O düsturu almaq üçün təbii ki, səbəbli. İndi burada kök altda 2 yazdıq. Tamam. İndi diqqətlə baxaq. 1 bölünsün kökdə 2. Bu 1 bölünsün kökdə 2. Hansı bucağın sinusudur ya da hansı bucağın kosinusudur onu bilməliyik. İndi amma biz hansı düsturu almaq istəyirik? Ondan asılı bir şeydir. Əgər biz sinusun düsturunu almaq istəyiriksə, sinusun toplama düsturunu. Yəni sinus, kosinus, topla kosinus, sinus. O zaman burada sinus x varsa mən fikirləşməliyəm ki, 1 bölü kökdə 2 nəyin kosinusudur? 1 bölü kökdə 2 nəyin kosinusudur? Təbii ki, 45 dərəcənin kosinusudur. Yazırıq kosinus pi bölü 4. Yəni onda digər 1 bölü kökdə 2 üçün də, məsələn, kosinus x varsa, yanına sinus x yazırıq. Nəyin sinusudur? 45 dərəcənin. Pi bölü 4-ün. Yəni ki, bu ifadə bu şəkildə olmuş olur. Sinus x kosinus pi bölü 4. Yəni 1 bölü kökdə 2-ni silib yerinə kosinus pi bölü 4 yazdım. Topla kosinus x sinus pi bölü 4. Neynədim? Bu 1 bölü kökdə 2-ni silib yerinə sinus pi bölü 4 yazdım. Buradan da nə almış olduq? Kökdə 2 əvvəldə mötərizənin içində sinus, daha doğrusu belə kökdə 2 vurulsun. Sinus, bax, sinus x kosinus pi bölü 4, kosinus x sinus pi bölü 4. Nə olmuş oldu bu? Sinusun toplama düsturu. Sinus x toplanmış pi bölü 4
alınmış olur. Buradan kosinus düsturunu da almış, yəni ala bilərdikmi? Bəli, kosinus düsturunu da ala bilərdik. İndi bunu yadda saxlayaq. Axırda yazarıq bunu. O zaman bunu silək. Məsələn, biz kosinus düsturunu alsaq necə olacaqdı? Bəzi hissələrini silək bunların da. İndi düşünürəm, kosinus düsturu necə hesablanırdı? Kosinus, kosinus, çıx, sinus, sinus. Kosinusun toplaması ya da kosinusun çıxması da kosinus, kosinus topla sinus, sinus olurdu. İndi baxıram ki, burada sinus x var. Onda digər bucaq nəyin sinusudur? Digər bucaq 45 dərəcənin sinusudur. O zaman kosinus x-dən sonra da yenə kosinus gəlsin istəyirəmsə, bu da 45 dərəcənin kosinusudur. Pi bölü 4 də yaza bilərsiniz yerinə. Demək, kosinus x, kosinus 45, sinus x, sinus 45. Nə oldu? Kosinusun çıxması oldu. Nə olacaq? Yazaq burada. Sinus x, sinus pi bölü 4. Topla kosinus x, kosinus pi bölü 4. Bu da bərabərdir. Kökdəki vuruğu əvvəldə kosinusun çıxması. Ki, fərq eləmir. X çıx pi bölü 4 ya da pi bölü 4 çıx x yazaq. Elə mən x çıxılsın pi bölü 4 yazdım. Yəni, demək, biz bu ifadələrin hər birinin adını sinusla da ifadə edə bilərik, kosinusla da ifadə edə bilərik. O zaman burada qısaca bu ifadənin cavabı necə ifadə oluna bilərdi tək ad ilə? Tək ad, yəni yalnızca kosinus, yalnızca sinus olsun. O ifadə oluna bilərdi ki, kök altda 2 vurulsun, sinus x üstə gəlinsin pi bölü 4. Ya da belə ifadə oluna bilərdi ki, kök altında 2 kosinus x çıxılsın pi bölünsün 4. O zaman digərlərinə keçsək, məsələn, bunu daha qısa yazaram. Kök altda 2 sinus. Yəni, x-in yeri mənfi x, yox, x-in yeri mənfi x yazmaq elə bir şey eləmirik. Sadəcə, bax, bu ifadənin, yəni, eyni isbatı eləsəz, eyni taktikdən istifadə eləsəz, o zaman sinus x çıxılsın, pi bölünsün 4 alarsınız. Kosinus hissələrində daha yazmıram. Onu da sizə buraxıram. Çünki daha taktiki bildirsə. Yenə deyirəm, həmin o A sinus x topla B kosinus x ifadə edən köməkçi arqument düsturuna da gedə bilərsiniz. İndi davam eləyək. Bunları silək yuxarıdaşlar. İndi məsələn sinus x topla kök altda 3 kosinus x. Bax, yenə burada kök altda a kvadrat topla b kvadratda. Burada a 1-dir. Sinus x-in əmsalı 1-dir. 1-in kvadratı 1 topla kökdə 3-ün kvadratı 3. O da bərabər 2. Demək, sən bu ifadəni yalnızca 2-yə vurub 2-yə bölməlisən. 2-yə vurub 2-yə bölsək, mötərizənin içində 1 bölü 2 sinus x toplansın, kök 3 bölü 2 kosinus x. İndi düşünürük. Sinus x-dən sonra kosinus x gəlməlidir. Düstur necədir? Sinus, kosinus topla kosinus, sinus. Düşünürəm ki, 2-də 1 nəyin kosinusudur? Təbii ki, 2-də 1 60 dərəcənin kosinusudur. Pi bölü 3. Sonra deyirəm, kosinus x-dən sonra sinus gəlməlidir. Düşünürəm ki, kök 3 bölü 2 nəyin sinusudur? Kök 3 bölü 2 60 dərəcənin sinusudur. Yəni sinus pi bölü 3. Məsələn, bu anda siz soruşa bilərsiniz ki, ola bilərmi ki, müəllim, bəs birdən fərqli bucaqların sinus kosinusu olsalar, bəs bu nətər həll olunacaq falan? Cavab verirəm, fərqli bucaqların sinus kosinusu olmaz. Yəni, əgər sən doğru bir ədədə bölüb vurmusansa, yəni bu hesablamanı səhv aparmamısansa, eyni bir bucağın sinus kosinusu olacaqlar. Belə. O zaman bu nə olacaq? 2 sinus x kosinus pi bölü 3, kosinus x sinus pi bölü 3. O zaman 2 üstə gəlsin sinus x toplansın, pi bölünsün 3 olacaq. O zaman eyni qaydanı digər tənlikdə, digər ifadə yerinə yetirsək, nə olur? 2 sinus x çıxılsın, pi bölü 3 olacaq. Sonra məsələn kök altda 3 topla, kök altda 3 sinus x topla kosinus x var. Yenə həmin ifadə kök altda 3 kök 3-ün kvadratı 3, 1-in kvadratı 1 bərabər 2 olur. Yenə 2-yə vurub 2-yə bölsək, yuxarıdakı prosesləri təkrar eləsəz, artıq bunu bir dəfəlik yazmaq istəyirəm, amma hesablamasını mütləq özünüz eləyin. X toplansın, pi bölü 6 olmuş olur. Yəni kök 3 bölü 2 olur orada. Kök 3 bölü 2 də 30 dərəcənin kosinusudur. Eyni qayda ilə də kök 3 sinus x çıxılsın kosinus x hesablasaq, kök altda 2 sinus x çıxılsın pi bölü 6 olacaq.
Bax, sizə burada verdiyim tapşırıq bu isbat kimi yazmadıqlarımın isbatını da yazın, yəni çıxarılışını yazın və kosinus hissələrindən yalnız bir dənəsini yazdım. Bərabər, 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 bərabər kosinusunu da yaza bilərsiniz. İndi gəldik ən son. Tərs trigonometrik funksiyalar. Tərs trigonometrik funksiyalar nədir? Ki, tərs trigonometrik funksiyaların da izahı üçün ya başqa video lazımdır. Yəni qayda izahı eləmirəm hal-hazırda. Amma düsturları əzbər bilməliyik ki, arc sinus A topla arc kosinus A pi bölünsün 2 eləməlidir. Arc tangensindən arc kotangensinin cəmi də pi bölünsün 2-dir. Ki, bunları pratik şəkildə görə bilərik bir yerdə. Harda? Məsələn, bir dənə şəkil çəkərək bunu bir şəklin üzərindən görə bilərik. Məsələn, bir üçbucaq A, B, C katetləri də A, B, C katetləri A, B, hipotenuzu C olsun. İndi məsəl üçün burada bir alfa və bir beta bucağı var. İndi deyirəm ki, arc sinus A böl C falan bir şey götürək. Məsələn, A böl C. Yəni, hansı bir bucağın sinusu? A böl C. Topla arc kosinus A böl C yazsaq, sonra görək nə alınacaq. Arc sinus A böl C, yəni fikirləşirəm ki, nəyin sinusu A böl C-dir? Nəyin sinusu A böl C-dir? Baxıram ki, bəli, alfanın, düz deyirsiniz. Alfanın sinusu A böl C-dir. Topla. Sonra arc kosinus A böl C-yə baxıram. Yəni fikirləşirəm ki, nəyin kosinusu A böl C-dir? Yəni kosinus bitişik katet hipotenuzu demək. Baxıram ki, bəli, düzdür. Betanın kosinusu A böl C-dir. Alfa topla beta. Bu şəkildə düzbucaqlı üçbucaq olduğundan alfa topla beta 90 dərəcə olacaq. Ya da eyni qaydada arc tangensdən arc kotangensi eləsəydik, arc tangensdən arc kotangensi alsaydıq, məsələn, A böl B yazardım. Tutaq ki, A böl B. Düşünərdim ki, nəyin tangensi A böl B-dir? Alfanın. Nəyin tangensi, kotangensi A böl B-dir? Kotangens bitişik kateti qarşı katetiyə bölmək. Betanın. Onda da yenə alfa topla beta yenə 90 dərəcə olardı. Elə bu şəkildə qalsın kənarda. Sonra davam eləyək. Axırda ən sonda bu 12 dənə, səhv eləmirəmsə 12 dənə olmalıdır. 12 dənə düstur. Bəli. İndi bunları uşaqlar, bu hissəni üçbucaq qaydası ilə hesablayırlar. Üçbucaq qaydası deyə bir şey var. Axırda bir nümunədə çəkərəm. Məsələn, sinus arc kosinus A. Bu necə hesablayırlar? Sinusun içərisindəki yazılan ifadə təbii ki, bir bucaq olmalıdır. Düzdürmü? Məsəl üçün deyirəm ki, sinus 30-u tapın falan deyirəm. Siz deyirsiniz, sinus 30-u 2-də 1 tapırsınız. Yəni, görürsən, bir bucaq. Yəni, alfa ilə işarət edə biləcəyim bir şey. İndi diqqətlə qulaq asırıq. Sinus arc kosinus alfa. İndi deyirəm ki, mən bu arc kosinus A-ya bir alfa dedim. Yəni, düşünün, arc kosinus A bir alfadırsa, o zaman A da bərabər, yəni arc kosinus soldan sağa gedəndə adını dəyişib kosinus eləməlidir də. Kosinus alfa edirmi? A bərabər kosinus alfa edirmi? Edir. O zaman onda bu alfa elə bir şeydir ki, elə bir bucaqdır ki, o alfanın kosinusu A-dır. Elə bu şəklin üzərində də görə bilərik. Hər dəfə bunu tənlik kimi yazmayaq. Demək, alfa necə bir bucaqdır? Kosinusu A olan bir bucaqdır. Yəni, bax, məsəl üçün, alfanı təsvir edirəm sağda. Yəni, düzbucaqlı üçbucaq çəkib alfanı təsvir edək. Bax, bir düzbucaqlı üçbucaqda alfa var ha. Bax, bu alfa elə bir bucaqdır ki, alfanın kosinusu A-dır. Yəni, alfa üçün bitişik katet A, hipotenuz gərək 1 olsun. Ki, bax, A-nı 1-ə böləndə alfanın kosinusunu A ala biləsən. O zaman qarşı katet nə olur? Kök altında, Pifagor teoremi bilirik də, Pifagor teoremi ilə kök altında 1 çıxısının A kvadrat olur, qarşı katet. İndi bizdən bu alfanın nəyi soruşulur? Alfanın sinusu soruşulur. O zaman gəl bu üçbucağa yenə bu alfa üçün sinus tap. Qarşı kateti hipotenuza böl. Sinus tapanda nə oldu? Kök altında 1 çıxılsın A kvadratı. Eyni qaydadan hamısı üçün istifadə edirik. Və hamısı üçün bir-bir istifadə edəcəm. Biraz sürətli artıracam. Alfa deyirəm yenə içəridəki bucağa. Deyirəm ki, o zaman tamam. Indi bunu biraz balaca çəkməyə çalışacağam. Bu alfa necə bir alfadır? Bu alfa tangensi A olan bir alfadır. Yəni, bu alfa elə bir alfadır ki, bunun qarşı kateti A-dır, bitişik kateti 1-dir. Çünki tangensi A-dır deyir axı, tangensi A-dır.
O zaman qarşı katet A bitişik katet 1 olacaq. Bu alfanın tangensinin A olması üçün. Onda Pifagor teoremi ilə hipotenuz nə olur? Hipotenuz olur A kvadrat topla 1. Yəni 1 topla A kvadratın kökü. O zaman bizdən bu alfanın nəyi soruşulur? Sinusu soruşulur. Sinus qarşı kateti hipotenuza bölmək. Yəni A bölünsün kök altında 1 üstə gəlinsin A kvadratı. Davam edirəm növbəti. Bizdən soruşur ki, sinus arkotangens A-nı tapaq. Fərqli rənglərdən də istifadə edeyim, çaşmayasınız. Demək, arkotangens A-ya bir dənə alfa deyirəm. Sonra deyirəm ki, bu alfa necə bir alfadır? Bu alfa elə bir alfadır ki, onun kotangensi A-dır. Yəni, bu alfanın kotangensi A-dır. Yəni, bu alfanın bitişik kateti A, qarşı kateti 1-dir ki, bunun kotangensi A ola bilsin. Həqiqətən bax, A-nı 1-ə böləndə A eləyir. Demək, alfanın kotangensi A-dır. Onda Pifagor teoremi ilə hipotenuz nə olur? 1 üstə gəlinsin A kvadratı və bizdən alfanın nəyi soruşulur? Sinusu. 1 bölünsün kök altında 1 üstə A kvadrat. Yəni qarşı kateti hipotenuza bölərəm. Nə olar? 1 bölünsün kök altında 1 üstə gəlinsin A kvadratı. Növbəti misalda arcsinus A-ya bir dənə alfa deyək. Demək, alfa necə bir alfadır? Alfa elə bir alfadır ki, onun sinusu A eləyir. Yəni, onun qarşı kateti A, hipotenuzu 1-dir ki, sinusu A eləsin. Pifagor teoremi ilə o bir katet 1 çıxılsın A kvadrat olur. O zaman bizdən alfanın nəyi soruşulur? Kosinusu. Yəni, bitişik kateti hipotenuza bölmək. Yəni, kök altında 1 çıxılsın A kvadrat. Arctangens A-ya bir dənə alfa deyirəm. Bu alfa necə bir alfadır? Bu alfa elə bir alfadır ki, bunun tangensi 1 eləyir. Qarşı katet A, bitişik katet 1. O zaman Pifagorla 1 üstə A kvadrat oldu hipotenuz. Kosinusun nəyi soruşulur? Alfası. Yəni, kosinus alfa. Alfanın nəyi soruşulur? Kosinus deyəcəkdim. 1 bölün, bitişik katet bölünsün hipotenuz. Yəni, 1 bölünsün kök altında 1 üstə gəlinsin A kvadrat. Arkotangens A-ya bir dənə alfa deyirəm. Sonra deyirəm ki, bu alfa necə bir alfadır? Bu alfa elə bir alfadır ki, 3 bucağı çəkə bilsək, bu alfa elə bir alfadır ki, bunun kotangensi A-dır. Yəni, bitişik katet A, qarşı katet 1-dir. Onda hipotenuz nə olur? 1 üstə gəlinsin A kvadratı. Bizdən də alfanın nəyi soruşulur? Kosinusu soruşulur. Kosinusda bitişik kateti, yəni A-nı hipotenuza kökdə 1 üstə gəl A kvadratına bölmək. Sonra tangens arksinusa. Arksinusa bir dənə alfa deyirəm. Alfa necə bir alfadır? Alfa elə bir alfadır ki, onun sinusu A eləyir. Yəni, bax, sinusu A eləyir. Qarşı katet A, hipotenuz 1, bitişik katet kök altında 1 çıxılsın A kvadratı. Və bizdən həmin alfanın tangensi soruşulur. Yəni, qarşı katet böl bitişik katet. Yəni, A bölünsün kök altında 1 çıxılsın A kvadratı. Yəni, deyirəm, Pifagor teoremini yaxşı bilmək lazımdır burada. Sonra arccosinus A-ya bir dənə alfa deyirəm. Demək, arccosinus A bir alfadırsa, o alfa, yəni arccosinus A bir alfadırsa, o alfa necə bir alfadır? O alfa kosinusu A eləyən bir alfadır. Yəni, kosinus bitişik katet A, hipotenuz 1, qarşı katet 1 çıxılsın A kvadrat olmuş olur. Və bizdən həmin alfa bucağının tangensi soruşulur. Yəni, qarşı katet kök altında 1 çıxılsın A kvadrat, bölünsün bitişik katet A-ya. Sonra burada nə qaldı? Arkotangens A-ya, aha, bax, bu da maraqlı. Yeni bir cavab gələcək burada. Arkotangens A-ya bir dənə alfa deyirəm. Soruşuram, bu alfa necə bir alfadır? Bu alfa elə bir alfadır ki, bunun kotangensi A edir. Yəni, bitişik kateti A-nı qarşı katet 1-ə bölmək deməkdir. Kotangensi A edirsə. Hipotenuzda nə olur? 1 üstə gəlinsin A kvadrat. O zaman bizdən də alfanın nəyi soruşulur? Tangensi. Burada heç hipotenuza ehtiyac qalmadı. Tangens, yəni qarşı katet böl bitişik katet. Yəni, cavab 1 bölünsün A. Sonra kotangens arcsinusda, arcsinus A-ya bir dənə alfa deyirik. Bu alfa
necə bir alfadır? Bu alfa sinusu A eləyən bir alfadır. Yəni qarşı katet A, hipotenuz 1, bitişik katet 1 çıxılsın A kvadratı. Onda kotangens nəyə bərabərdir? Bitişik kateti qarşı katete bölmək. Yəni 1 çıxılsın A kvadratını A-ya bölmək. Digər sualda arkosinus A-ya bir dənə alfa dedim. Yenə soruşuram, bu alfa necə bir alfadır? Bu alfa elə bir alfadır ki, bunun kosinusu A-dır. Yəni bitişik kateti A, hipotenuzu 1-dir. Qarşı katet 1 çıxılsın A kvadrat olmuş olur Pifaqorla. O zaman bizdən də alfanın nəyi soruşulur? Kotangensi. Kotangens yəni bitişik katetin A-nın qarşı katetə 1 çıxılsın A kvadratına bölünməsi və deyəsən sonuncu sual, bəli sonuncu sual. Arktangensə bir dənə alfa dedim. Bu alfa necə bir alfadır? Bu alfa elə bir alfadır ki, bunun tangensi A-dır. Qarşı katet A, bitişik katet 1, hipotenuz 1 üstə gəlsin A kvadratı. Bu alfanın da kotangensi soruşulur. Yəni bitişik kateti qarşı katetə bölmək. Yəni burada cavab 1 böl A edir. Və bununla da trigonometriyadan yoxlama yazışının hamısını bitirmiş olduq. Biraz köçürtdük, biraz sulu qaralamada hesablamalar apardıq, amma yazdıq. Bir dənə baxaq. Boşluq buraxdığımız yerlər oldu mu? Olmadı. Yəqin ki, bu yoxlamadan 100 bal alacaq. Və sonda da bir dənə ark kotangenslərə aid bir nümunə də çəkmək istəyirəm. Belə bir sualla sonluq vermək istəyirəm. Deməli, sinus 2 ark tangens 12-də 5 tapılsın deyir. İndi burada da üçbucaq qaydasından istifadə etmək lazımdır. Amma burada sinusun 2 qat düsturundan da istifadə etməliyik. Ki, sinusun 2 qat düsturu nə idi? 2 sinus alfa, kosinus alfa idi. Elə deyildimi? Bəli. 2 sinus alfa, kosinus alfa. Bu düsturdan da istifadə edəcəyik. Amma yenə də o üçbucağı o şəkli qurmaq lazımdır. Burada nəyi alfa adlandırıram? Demək, burada arktangens 12-də 5 var ha. Bax, bu arktangens 12-də 5-i işarə eləyək. Arktangens 12-də 5-i bir dənə alfa adlandırırsınız. Və yenə sizdən soruşuram. Bu alfa necə alfadır? Bu alfa uşaqlar elə bir alfadır ki, bu alfanın tangensi 5/12-dir. Demək, bu alfa necə bir alfadır? Elə bir alfadır ki, tangensi 5/12-dir. Yəni, bu alfa üçün qarşı katet 5, bitişik katet 12-dir. O zaman Pifaqor teoremi ilə də hipotenuzun 13 olduğunu görürük. O zaman tamam. İndi bizdən nə soruşur ona baxaq. Bizə deyir ki, gedin sinus 2 alfanı tapın. Tamam, gedin sinus 2 alfanı tapaq. 2 sinus 2 alfa da nə deməkdir? 2 sinus alfa, kosinus alfa. Buradan da baxıram ki, 2 vur. Sinus alfa nədir? 5-i 13-ə bölmək. Yəni 2 vur, 5 bölünsün 13, vur. Bəs kosinus alfa nədir? 12-ni 13-ə bölmək. 12 böl 13. Və bunu da hesablayanda ixtisarlar əgər getmirsə, cavab 169-da 120 edir. Cavab 169-da 120. Deməli, bu videonun sonunda nə öyrənmiş olduq? Trigonometriyanın toplama teoremi düsturları başda olmaqla 2 qat düsturlar, cəmdən hasilə keçmək, hasildən cəmə keçmək, dərəcə azaltma düsturlarını əsas öyrənmiş olduq. Trigonometrik funksiyalardan da tərs trigonometrik funksiyalardan bəzi qaydaları və köməkçi arqumenti də öyrəndik. Taktikləri öyrəndik. Nətər hesablamalıyıq, amma başqa bir videoda da onun izahına baxacaqsınız. Belə, yoxlama yazı işini bitirdik. Yoxlama yazı işini yazmaq üçün də 15 dəqiqə vaxtınız var. Mən 1 saat 20 dəqiqəyə yazdım. Siz isə uşaqlar 15 dəqiqəyə yazmalısınız. Sağ olun.